Hər birinizə salam dəyərli izləyicilər. Bugünkü videomuzda qəbula düşmüş bütün funksiya suallarının izahlarına baxacağıq. Vaxt itirmədən keçirik ilk sualımıza və artıq sualların hansı qəbulda düşdüyünü də burada bütün suallarda qeyd etmişəm. Bu 2023-cü ilin birinci qəbulunda düşüb. Başlayaq sualımıza. Baxın, funksiya suallarında çəkməci qələmimi alım. Qarışdırmamaq üçün funksiya hissəsini ayırıram. Birinci baxıram, görüm funksiya konkret nəsə bir iş görürmü, yoxsa yox. Baxın, funksiyamız daxilinə bir ədəd alır, x ədədi. X ədədi sıfırdan böyük olduğu müddətcə onun ona bölünməsində alınan qalığı s-in üstünə gəlir, ona bölünməsində alınan tam hissəyə tapır. Bu ədəd sıfır olduğu müddətcə davam edir. Baxın, bir ədəd üçün bu prosesi sıfırdan böyük olduğu müddətcə daha doğrusu eləsən, məsələn 123 ədədi üçün sıfırdan böyükdür, ona bölünməsində alınan qalıq 3-dür. 3-ə s əlavə elədim, 2/10-dan 10-a böldüm, bu 3 getdi, qaldı 12, düzdür? Bu nə iş görmüş olacaq? Ədədin rəqəmlərini cəmləyəcək. Yəni ədəd funksiyamız daxilinə göndərdiyimiz ədədin rəqəmlərini cəmləyir və onu geriyə qaytarır. Əla. A 289. While A böyüdür 9-dan olduğu müddətcə A-ya mənimsədir ədəd A. İlk dəfə ədəd funksiyasının içinə 289-u yollayır. 289-un rəqəmləri cəmi neçədir? 19. Bu funksiya mənə gedir 19-u qaytarır. A dəyişənin yeni qiyməti olur 19. Və while axı qayıdır təzədən sual verir. 19 böyüdür 9-dan. Hə, düşür təzədən ədəd funksiyasının içinə yeni A-nı. Bu səfər 19 yollayır. 19-un rəqəmləri cəmi 1 plus 9, 10-dur. A-nın yeni qiyməti olur 10. Fırlanır yenə sual verir. A böyüdür, yəni 10 böyüdür 9-dan. Bəli, təzədən ədəd funksiyasının içinə 10-u yollayır. Onun rəqəmləri cəmi 1-dir. A-nın yeni qiyməti olur 1. Fırlanır sual verir. 1 böyüdür 9-dan. Yox, dövr dayanır. Print eləyir nəyi? 1-i. Cavabım olur A variantı bu sualımızda. Davam edək. Keçək növbəti sualımıza vaxt itirmədən. Bu da 2023-cü ildə istifadə olunmuş funksiya tipli sualdır. Ayırdım funksiyanın içi bir-birindən qarışmasın kodlar. Baxın, ilk dəfə nə iş görür? Simple 2 funksiyasının içinə 8, 6, 3-ü yollayır. Simple 2 funksiyasının içinə. X olur 8, Y olur 6, Z olur 3. Ardıcıl format. Nağarı X böyüdü Y-dən, yəni 8 böyüdü 6-dan. Bəli, 6 kiçikdir Z-dən, 6 kiçikdir 3-dən. Yox. Əndin bir tərəfi ödəmədisə, əndə girmir, yəni if ödəməyəcək, düşür else. Else də nəyi geriyə qaytarır? X plus Y, yəni 8 plus 6, 14. Bunun nəticəsi olur 14. Nəticəsin nəyə mənimsədir? A-na. A dəyişənin qiyməti oldu 14. İndi simple bir funksiyasının içinə 3, 5, 14-ü yollayır. Bunun geriyə nəyi qaytarır? Y vurulsun X, yəni 3 vur 5, 15, plus Z, yəni 14. Bu da eləyəcək 29 və geriyə qaytaracaq, bu da o çap eləyəcək və cavabımız olmuş olacaq nə? 29. Cavabımız oldu C variantı. Davam edək. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Bu da 2023-cü ilin ilk qəbulundan olan sualdır. Daha doğrusu ikinci şansın ilk qəbulundan. Nə iş görür? Gəlin baxaq. Baxın, M funksiyasının içinə 2 və bu dəyəri yollayıb. Həmən bu dəyəri bilim ki, gedim hesablayayım da. Bu dəyər nədir? M funksiyasının içinə 2, 1 yollamaq. M funksiyasının içinə 2, 1 yollayanda A olur 2, B olur 1. 2-nin üstünə gəlir, 2 vurulsun 2, 4-ü. A olmuş olur 6. A-nın yeni qiyməti 6-dır. Gəlir 6-nın üstünə, A dəyişdi axı, əvvəl 2 idi, indi oldu 6. 6-nın üstünə B-ni gəlir, yəni 1-i gəlir. 6 plus 1 olur 7. Əla, B dəyişəni olur 7. 7. Axırda da 6 ilə 7-nin cəmini, yəni 13 geri qaytarır və bunun nəticəsi olur 13. Hə, indi mən gedib tapa bilərəm nəyi? M funksiyasının içinə yollayır nəyi? 2 ilə 13-ü. Əla, A oldu 2, B oldu 13. 2 plus 2 vur 2. Yenə heç nə dəyişmədi. Bayaqki kimi 4 plus 2 6. A oldu 6. 6 plus 13. Bu da mənə verəcək neçəni? 19-u. İndi 6 ilə 19-un cəmi 25. Bu mənə qaytaracaq 25-i. Bu da 25 çap eləyəcək. Cavabım olacaq A variantı 18-ci sualımızda. Sonra davam edirəm 20-ci sualımızla. Daha doğrusu növbəti sualımızdan, burada nömrələr önəmli deyil. Yenə bir funksiya sualıdır. 2023-cü ilin ikinci cəhdinin
Nəsə də ikinci cəhdiyin birinci imtahanı. 2023-də 4 dənə qəbul olub bax informatikadan. Yenə bir funksiya var. N dəyişir hansı aralıqda? 0, 1, 2 qiymətlərini alır. 0-dan 3-ə kimi 0 olur, 1 olur, 2 olur. Hər dəfə bu N-in qiymətlərini yollayır S funksiyasına. Alınan şeyi cəmləyir M-in üstünə. 0 yollayanda 0 vurulsun 2, 0 üstünə 3 gəldi 3. 3 qaytaracaq. Bu cəmi əlavə eləyəcək 3-ü. 1 yollayanda 1 vur 2, 2 üstünə 3 gəldi. Oldu 5. 5 qaytaracaq. 2 qoyanda 2 vur 2, 4 üstünə 3 gəldi 7. 7 qaytardı 7-nin cəmi əlavə eləyəcək. Bunların hamısını S-də cəmləyir. Cavab da olur 15. M-də daha doğrusu. M-in qiyməti oldu 15. 15-də axırda çapa vermiş olur. Keçdik növbəti sualımıza. Artıq 2023-ün ikinci cəhdinin ikinci imtahanındakı suala baxırıq. Gəlin yenə funksiyanı ayıraq. Bu biraz nisbətən indi digərlərindən biraz çətin görsənmiş ola bilər. Amma əslində heç də elə deyil. Sadəcə nə iş gördüyünü bilək. Baxın. Nə iş gördüklərinə baxaq. F funksiyası daxilinə n ədədini alır. N 0-dan böyük olduğu müddətcə 8-ə bölünməsində alınan qalığı tapır, 8-ə bölür. Bu bizə nəyi xatırlatdı? Ədədi 8-lik say sisteminə çevirəndə 8-ə bölə-bölə gedib qalıqları tərsdən düzmürdüm. Bu da 8-ə bölünməsində alınan qalığı tapır, 8-ə bölür. Bu ədəd 0 olana kimi bu prosesi eləyir. Hər dəfədə alınan qalığı stringə çevirir, S-ə soldan bitişdirir. Bir sətrə nəyisə, yəni tutaq ki, məsələn 1, 2, 3-ü S sətrinə ardıcıl olaraq soldan bitişdirirsən, 3-ü, sonra daha doğrusu ardıcıl. 1-dən başlayaraq. 1-i soldan bitişdirdim, oldu 1. 2-ni soldan bitişdirdim, 2, 1. 3-ü soldan bitişdirdim, 3, 2, 1. Və mən bunun tərsəsini almış oldum. Bu da aldığı qalıqları, 8-ə bölünməsindən alınan qalıqları S-ə soldan bitişdirir. Yəni biz 8-lik say sisteminə keçəndə ədədi 8-ə bölə-bölə gedib qalıqları tərsdən düzmürdük. Bu da eyni şeyi eləyir də. Ondan ağar 8-lik say sisteminə çevirir də. 8-lik say sisteminə. Burada da eyni şeyi 2-lik say sisteminə çevirir. 2-lik say sistemi üçün edir. Burada da 2-lik say sisteminə keçir, düzdür? Əla. İndi deyir n-in 9, n olsa 9. M-in 8 girişə verilsə. F funksiyasının içinə n-i yollayır. Yəni 9-u 10-luq say sistemindən çevirməyimi istəyir 8-lik say sisteminə. Gəlin çevirək. 9-u zaten belə baxan kimi də bilirik ki, bu 1-1-dir 8-lik say sistemində. Bir dənə 8 plus 1. Sonra 8-i də yollayır G funksiyasının içinə. 8-i 10-luqdan çevirməyimizi istəyir 2-lik say sisteminə. 2 üstü 3 olduğuna görə bir də alanda 3 dənə 0 deyə bilərəm. Əla. Bu da 2-likdə. İndi baxın. Diqqətli olmalı olduğumuz məqam. Stringdə axı S. Bu da string A qaytarır burada. Bu səhvən gedib, bu S olmalıydı. String qaytarır. S1 stringdə axı, bu da string qaytarır. Əla. Onda mən bunları cəmləyəndə A plus, yəni 1 plus A1, yəni 1 3-dən 0 deyəndə bunlar yanaşı bitişmiş formada olacaq. Buna diqqət edək. 3-dən 1, 3-dən 0. Cavabımız olacaq A variantı 24-cü sualımızda. Belə, davam eləyək. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Yenə bir funksiyadır. Deməli, K2, D4. Düzdür. 2 ilə 4-ü yolladı funksiyanın içinə. S-ə mənimsətdi 2 plus 4-ü 6. 2 böyüdür 4-dən. Xeyr. L-siyə düşdü. S-ə mənimsətdi 6 vurulsun B. 6 vur 4, 24. Axırda 24-ün üstünə 5 gəldi, oldu 29. 29-u geriyə qaytardı. Və bu da 29-u çapa verdi. Çapa verilən nəticəm olacaq 29. Əla. Davam edək. Keçdim növbəti sualımıza. Artıq 2024-cü ilin qəbuluna keçdik. Deməli nə? Yenə bir dənə funksiyam var. Ayırdım. Funksiyamın içinə nə yollayacaq? In, bir dənə listi. Bir dəfə 11, bir dəfə 3, bir dəfə 22, bir dəfə də 14. Hər dəfə i/10-dan i/10-u yollayır. Bu nə deməkdir? I/10 2 rəqəmli ədəddir də i-nin qiyməti. Bunu çıxdım.
3 xarit. Məsələn 11-i yollayanda i%10 da 1-dir, i/10 da 1-dir. 1 ilə 1-i funksiyanın 1 ilə 1-in cəmi funksiyanın içinə yollayır. 2. Düzdür? Cəmi 2-dir. Fikir verin, funksiya nə iş görür? Əgər ki içinə yolladığım ədəd cüt ədəddirsə, onu bir vahid artırır, tək ədəddirsə 2-yə vurur. İndi 1 ilə 1-in cəmi cüt ədəddir deyə, onu bir vahid artıracaq, cəmi 2-dir, bir vahid artıracaq 3. Əlavə eləyəcək listimə 3. Sonra 3. 3-ün i%10 da 3. i%10 3-dür, düzdür? Ona bölünməsi alınan qalıq 3. Ona bölünməsi alınan tam hissə 0-dır. 3 ilə 0-ın cəmi olacaq mənim üçün 3 və tək ədəd olduğuna görə LC-yə düşəcək, 2-yə vuracaq, eləyəcək 6, geriyə qaytaracaq. Əla. 22 üçün 2 ilə 2-nin cəmi 4-dür, üstünə 1 gəlib qaytaracaq olacaq 5, 14 üçün 5-dir, 2-yə vuracaq 10. Və nə qaytarmış olacaq? D variantı. Qısaca rəqəmlərin, iki rəqəmlilər üçün rəqəmlərin cəmliyi, rəqəmləri cəmi cüt ədəddirsə bir vahid artırıb qaytarır, tək ədəddirsə 2-yə vurur. Tək rəqəmli üçün isə tək rəqəmliyin bir dənə rəqəm var deyə onun elə bir dənə rəqəmini cəmləyir. Davam eləyək. Məncə bu asan sual idi. Keçsək növbəti suala. Baxaq buradan nə iş görür. Yenə bir dənə funksiyan var. i11 buradakı ədədlər olur. Bütün ədədlər 3 rəqəmlidir. Əla. Hər dəfə bu funksiyanın içinə i-ni yollayır. Deyir qayıdan dəyər 0-dan fərqlidirsə. Aha, gəl funksiyaya baxaq. Ədəd alır. Ədəd 3 rəqəmlidir. 3 rəqəmli ədədin ona bölünməsindən alınan qalıq tək 3 rəqəmli yox, əslində istənilən natural ədədin ona bölünməsindən alınan qalıq bunun axırıncı rəqəmi deməkdir. 2/ilə ona bölünməsindən alınan tam hissədir. Sırf 3 rəqəmli ədədlər üçün, məsələn, tutaq ki 123 üçün 100-ə bölünməsinin 2/ilə 100-ə bölünməsindən alınan tam hissə son 2 rəqəmi silmək deməkdir. 1 deməkdir, düzdür? 5 ilə başlasaydı 5 deməkdir. Yəni bu ilk rəqəmidir, bu da son rəqəmidir. Yəni ilk və son rəqəmlərin cəmi New-ya mənimsədir. İlk və son rəqəmin cəmi 5-dən böyük və təkdirsə deməkdir, bu düzdür? 2-yə bölünməsindən alınan qalığın 0-dan fərqli olmağı tək deməkdir. Təkdirsə, onda ədədin daha doğrusu ilk və son rəqəmlərin cəmi əks halda 0 qaytarır. Əla, gəl baxaq. 136 üçün 1 ilə 6-nın cəmi 7-dir. 7 5-dən böyükdür və təkdir. Bu üçün 7 qaytaracaq və 7 0-dan fərqli olduğuna görə girəcək if-ə. Nə gəlir B-yə append eləyir? 136 minus elə 136 yollayanda 7 qayıtmamışdı, 7. 129 append elədi də onda mənim B listimə. Əla. 712 üçün 7 ilə 2-ni cəmi eləyəcək neçə? 9. 9 bu şərtləri ödəyəcək deyə 9 qaytaracaq. 712-dən 9 çıxacaq, o da eləyəcək 703, onu append eləyəcək B-yə. 279 üçün 2 ilə 9-un cəmi 11-dir. Yenə bunun üçün 279 üçün 11 qaytaracaq. Burada 279-u 11 çıxacaq, eləyəcək 268 əlavə eləyəcək listə. 321 üçün 3-dən 1-in cəmi 4-dür. 4 5-dən böyük deyil, heç tək də deyil. O üçün geriyə 0 qaytaracaq. 0 qaytarır deyə if-ə girməyəcək, heç nə əlavə eləməmiş olacaq. Zaten indidən cavabımız çıxdı Y variantı, çünki 0 halını əlavə eləmir, yəni 0 olanda 0 əlavə eləmir, onsuz əlavə eləyə də bilməz. Zaten cavabımız çıxdı, növbəti ədədlər üçün də eynən işləyəcək. Davam eləyək, keçdim növbəti sualımıza. 2025-ci ilin birinci cəhd sualı. 2 dənə yenə proqram, 2 dənə funksiyadır. F funksiyasının içinə 5 yollayır. M-ə mənimsədir nəyi? 5 vur 2 vur G5. G5 nədir? G funksiyasının içinə 5 yollayanda 5-i vurur 4-ə, olur 20, 20-ni qaytarır. G5 20-dir də. 2 vur 5, 10 vur 20 oldu 200. M oldu 200. İndi N-ə mənimsədir nəyi? GM, M neçədir? Bu M yox ha, M dəyişdi. M 200. Plus 10. M 200 nədir? 200-ü vuracaq 4-ə, eləyəcək 800, 800-ü geriyə qaytaracaq. 800 plus 10, 810. 810, 200 plus 810. Yəni M oldu 810. 200-ün üstünə 810 gələndə olur nə? 1010, 1010-da çıxışa vermiş olur. Cavabım olur 68-ci sualımız üçün Y variantı. Davam elədim. Keçdim 69-cu sualımıza. Daha doğrusu növbəti sualımıza. Sıralı olmadığı unuduram. Deməli, biraz xətti düzelt, əla.
Hə, maraqlı sualdır. Funksiyadır. Funksiya nə iş görür? Birinci buna baxaq. S0-dır. Daxilinə B ədədi alır və 1-dən B ədədinə kimi gedir. B-nin özü də daxildir. 1B parçasında dəyişir nə? I. I 1B parçasında dəyişir. Və i-nin hər bir qiymətini yoxlayır ki, B i-yə bölünürsə S-i bir vahid artırır. Burada nə iş görür? Bölənlərin sayıdır. I B-ni bölə bilirsə deməkdir. I-nin B-nin i-yə bölünməsindən alınan qalıq sıfırdırsa, bu o deməkdir ki, I B-ni bölə bilir. Əla. Onda S-i bir vahid artırır. Yəni bölənlərin sayı. Bölənlərin sayı 2-dirsə, onda ədədin özün yox 2 deyilsə, bir ədəddən bir vahid az formaya qaytarır. Hansı ədədlərin bölənlərin sayı 2-dir? Sadə ədədlərin. Sadə ədədlərin özün sadə olmayan ədədlərin isə bir vahid az formasını geriyə qaytaracaq. Baxaq indi. Baxın. Məsələn 13 ədədini yollayır ha. For in range 0-dan N-aya bir indeksinə müraciət edəcək. A-nın 0-cı indeksinə 13 var. 13 sadə deyə 13-ün özün qaytaracaq. 13 qalacaq yerində. Amma 25 sadə deyil deyə 25-in bir vahid az formasını 24 qaytaracaq və 25-in yerinə 24 mənimsədilər. Yəni 25 getdi, oldu 24. 13, 24. Zaten indən cavab çıxdı. So 14 bir vahid azalacaq, 13 olacaq, 17 sadə dəyişməyəcək, 18 bir vahid azalacaq, 19 dəyişməyəcək, 32-də bir vahid azalacaq, çünki sadə deyil. Bu formadan maraqlı bir sual idi. Keçək növbəti sualımıza. Belə eləyək. Burada bizim nömrəmiz də görsənsin. Python dilində yazılmış proqramın icrası zamanı klaviaturadan 45 ədədi daxil edilərsə, proqramın nəticəsini müəyyən edin. Yenə baxaq. Funksiyada ayırdım. 45 ədədi daxil edilərsə. Int abs əla. G funksiyasının içinə yollayır 45-i. Fikir verin. K dəyişmir deyə bunu stabil qiymətini tapım qoyum yerinə. Nə qarır? 2-yə vurur, üstünə 3 gəlir. Olur 93, düzdür? Deməli f funksiyasının içinə i-ni yollayır. i1-dir. F funksiyası nə qarır? Ədədin kubunu tapır da. 3 dəfə öz-özünə vurub geriyə qaytarır. 1-in kubu 93-dən kiçikdir deyə i-ni bir vahid artıracaq, olacaq 2. 2-in kubu kiçikdir deyə bir vahid artıracaq, eləyəcək 3. 3-ün kubu 27-dir, yenə kiçikdir, eləyəcək 4. 4-ün kubu yenə kiçikdir 93-dən, 2 + 6 eləyir 64, yenə kiçikdir deyə bir vahid artıracaq, eləyəcək 5. 5-in kubu artıq 93-dən böyüdür deyə dayanacaq və i-ni, yəni 5-i çıxışa vermiş olacaq. Cavabım olacaq bu sual üçün Y variantı. Ümid edirəm bu videoda sizə faydalı olar. Növbəti videolarımızda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.